Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Coğrafiya test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 51. Fiziki coğrafiyanın ənənəvi sahələri, yeni sahələri, uyğunluğu müəyyən edəcəyik. Bir kartoqrafiya, bəli, fiziki coğrafiyanın ənənəvi sahəsidir. Riyazi coğrafiyada yeni sahəsidir. Bir, uyğunluq gözlənilir. Bir də götürəcəyik. 2. Geologiya yerin daxili quruluşunu öyrənən ayrı bir elm sahəsidir. O fiziki coğrafiyanın qolu deyil, yəni. Ekoloji coğrafiya, bəli, fiziki coğrafiyanın yeni sahəsidir, lakin geologiya variantı pozur. 2-ni götürməyəcəyik. 3. Hidrologiya, bəli, fiziki coğrafiyanın ənənəvi sahəsidir. GIS yeni sahəsidir. 3-ü də götürürük. Kənd təsərrüfatı coğrafiyası iqtisadi coğrafiyanın ənənəvi sahəsi olduğu üçün 4-ü götürməyəcəyik. Landşaft planlaşdırılması da fiziki coğrafiyanın yeni sahəsidir, lakin kənd təsərrüfatı coğrafiyası variantı pozur. Okeanologiya, bəli, fiziki coğrafiyanın ənənəvi sahəsidir, lakin rekreasiya iqtisadi coğrafiyanın bir qolu olduğu üçün, yeni sahəsi olduğu üçün biz götürmürük 5-i də, yəni doğru cavablar 1, 3-dür. Variant olaraq 51-də A variantı. Sual 52. Uyğunsuzluğu müəyyən edin. İqtisadi coğrafiyanın ənənəvi sahələri, yeni sahələri. 1. Sənaye coğrafiyası. Sənaye coğrafiyası, bəli, iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Lakin təbiəti mühafizə fiziki coğrafiyanın yeni sahəsi olduğu üçün bir də uyğunsuzluq var. Ona görə biri götürəcəyik. 2. Sosial coğrafiya, bəli, iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Şəhər planlaşdırılması isə yeni sahədir. Burada uyğunluq gözlənilib. Ona görə götürməyəcəyik. Çünki bizdən uyğunsuzluğu istəyir. 3. Nəqliyyat coğrafiyası. Bu ənənəvi sahədir. İqtisadi coğrafiyanın ənənəvi sahəsidir. GIS yeni sahələr sırasındadır. 4. Əhali coğrafiyası. Bəli, iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Tibbi coğrafiya yeni sahəsidir. Ona görə 4-də götürmürük, uyğunluq gözlənilib. 5-ə baxırıq. Siyasi coğrafiya iqtisadi coğrafiyanın yeni sahəsidir, ənənəvi deyil. Sosial coğrafiyada əksinə ənənəvi sahəsidir. Yəni 5-də də uyğunsuzluq var. 1 və 5 doğru cavablardır. 52-də A variantı. Sual 53. Uyğunluğu müəyyən edin. 1. Avrasiyanın ucqar şərq nöqtəsini kəşf etmişdir. Dejinyov, yəni 1-ə C olacaq. Qobustan və Skandinaviya qayaları üzərində çəkilən gəmi təsvirlərinin oxşarlıqlarını müəyyən edib Tur Heyerdal. Yeni dünyaya Amerika adını şamil etmişdir. Bu da Martin Vadzimiller olacaq. Yəni 53-ün cavabı B variantıdır. Sual 54. Kartoqrafları seçin. 1. Martin Vadzimiller, bəli, xəritəşünas olub, yəni kartoqraf. 2. Marco Polo yox. 3. Xristofor Kolumb kartoqraf olmayıb. 4. Mercator, bəli, kartoqraf olub. 1. Reis, yenə Türk dünyasının kartoqraflarındandır. Aleksandr Düma isə kartoqraf olmayıb. Olacaq deməli 1, 4, 5, 54-ün doğru cavabı D variantıdır. 19-cu əsrdə Afrikada aparılan tədqiqatlar zamanı öyrənilən coğrafi obyektləri seç. Deməli 19-cu əsrdə David Livingstone və Henry Stanley Afrikada tədqiqatlar aparıb və həmin tədqiqatlar nəticəsində baxaq görək, bir Nil çayı yox, Viktoriya gölü bəli öyrənilib. Cəbali Tarıq boğazı xeyir, Livingstone şəlaləsi öyrənilib 2, 4. Çad gölü xeyir və Tanqanika gölü öyrənilib. Deməli 2, 4, 6 doğru cavablardır. 55-in cavabı B variantıdır. Sual 56. Uyğunluğu müəyyən edin. Bu səfər özləri uyğunlaşdırıblar. Biz sadəcə səyyahları tapacaq. Hansı səyyahdır? 1 hansı səyyahdır və ya 2 hansı səyyahdır? İndi baxaq. 1.
Sakit 1 və 2 ortaq cəhət olduğu üçün hər ikisinə də aid olacaq. Yəni hansı səyyahlardırsa hər ikisinə də aid olacaq. Yəni Sakit və Atlantik okeanda səyahətdə olmuşdur. Dünya səyahətində olduğu zaman yeni ərazilər kəşf etmişdir. Hər iki səyyaha da aiddir bu. Yəni ona görə biz digərlərinə baxırıq. 3. Sakit okeandan keçərək Şimal Buzlu okeana daxil olub Avropaya getməyə cəhd etmişdir. Bu səyyah olub deməli James Cook. Yeni adalarla yanaşı yeni qitə də kəşf etmişdir. Bəli, James Cook Avstraliya qitəsinin kəşf edib, onun ayrı bir materik olduğunu sübut edən şəxs olub. Yəni 3 və 4 James Cooka aid ifadələrdir. Çünki gəlin baxaq, Fernand Magellan yeni qitə kəşf etməyib ola bilməz birə. Abel Tasman Avstraliyanın sahillərini kəşf edib, lakin yenə də Avstraliyanın müstəqil bir materik olduğunu sübut edən şəxs James Cook olub. Xristofor Kolumb Amerika qitəsini kəşf edib, lakin Şimal Buzlu okeana daxil olmayıb, daxil olmağa cəhd etməyib. Avropaya getməyə cəhd etməyib. Ona görə C ola bilməz. Abel Tasman da həmçinin ola bilməz. D variantı uyğundur. Bir də James Cook olacaq. 2-yə baxırıq. Fernand Magellan. Gəlin baxaq ki, orada nə deyir? Dünya səyahətinə çıxan ilk səyyah hesab edilir. Bəli. Hind okeanında səyahətdə olmamışdır. Bəli, çünki Fernand Magellan bildiyimiz kimi Filippin adalarında yerli əhali tərəfindən qətlə yetirilib və səyahəti də Juan Elcano başa çatdırıb. Ona görə Hind okeanında ola bilməyib Fernand Magellan. 56-nın cavabı deməli oldu D variantı. Sual 57. Azərbaycanda olmuş və ya Azərbaycan haqqında fikir söyləmiş səyyahları seçin. Baxırıq. Prejvaski, bəli. Yox, üzr istəyirəm. Prejvaski Mərkəzi Asiyanı öyrənib, lakin Azərbaycanda olmayıb, ona görə götürmürük. Strabon, bəli, Azərbaycan haqqında fikir söyləyib. Sonra Ptolemey bu variantlar arasındadır və həmçinin Aleksandr Düma da götürəcəyik. 2, 4 və 5. Bir rəis olmayıb. Maklay da həmçinin Azərbaycanda olmayıb. 2, 4, 5 bizim doğru cavablarımızdır. 57-nin cavabı B variantıdır. Sual 58. Uyğunluğu müəyyən edin. A. Kəlməddin Səlmasi və Nəsrəddin Tusi qlobus hazırlamışdır. Yanlış. Xeyr, bu yanlış deyil. Doğru ifadədir. A-nı götürmürük. B-yə baxırıq. Əl-İstəxri, İbn Rüşd, Əl-Biruni orta əsr ərəb səyyahlarındandır. Doğru deyir ifadədir. Xeyr, çünki Əl-İstəxri və İbn Rüşd ərəb səyyahıdır. Lakin Əl-Biruni türk səyyahıdır. Orta dövrün türk səyyahlarındandır. Ona görə doğru ifadə ola bilməz bu. C-yə baxırıq. John Cabot, Yukon, Mackenzie Şimali Amerika materikini öyrənən səyyahlardandırlar. Yanlış ifadədir deyir. Xeyr, doğru ifadədir bu. Ona görə C-ni də götürmürük. D-yə baxırıq. Babillər və Şumerlər yerin nəhəng balina üzərində olduğunu iddia edirdilər. Bu doğru ifadə deyil. Çünki Babillərə görə dünya ayrı-ayrı qatlardan ibarət idi. Mərkəzdə onlar, digər qatlarda isə başqa xalqlar yaşayırdılar. Şumerlərə görə isə 4 cəhət var idi və hər cəhətdə də bir dünya yerləşirdi. Yəni bu doğru ifadə deyil. Y-yə baxırıq. Qafur Rəşad Mirzəzadə ilk coğrafiya kitabının müəllifidir. Yanlış. Bəli, bu yanlış ifadədir. Çünki ilk coğrafiya kitabının müəllifi bildiyimiz kimi Eratosfen olub. Qafur Rəşad Mirzəzadə ilk Azərbaycan dilində coğrafiya dərsliyinin müəllifidir. Ona görə yanlış ifadə olduğu üçün, yəni bunu biz doğru cavab olaraq götürürük. Yəni bizdə
uyğunluğu müəyyən edin. Yəni bu həqiqətən yanlış ifadədir. 58-in cavabı Y variantıdır. Sual 59. Uyğunluğu müəyyən edin. Ptolemeyin xəritəsi, Eratosfenin xəritəsi bir meridian və paralellərdən istifadə edilmişdir. Bu Ptolemeyin xəritəsində olub, bir-birə aiddir. Su sahəsi quru sahəsinə nisbətən daha çox təsvir edilib. Eratosfenin xəritəsində Cənub-Qərbi Asiya regionu təsvir edilmişdir. Bu hər ikisinə aiddir, 3-ə aiddir. 4. Quru sahəsi su sahəsinə nisbətən daha böyük təsvir edilmişdir Ptolemeyin xəritəsində. 5. Hind okeanı qapalı hövzə kimi təsvir edilməmişdir. Eratosfenin xəritəsində olub bu. 2 materik, 3 qitə təsvir edilmişdir. Hər ikisinə aiddir. Həm Avrasiya, həm Afrika materiki. Qitə olaraq da Avropa, Asiya və Afrika qitələri. 6 aiddir 3-ünə. Deməli, hansı variant uyğundur? C. 1-ə 1 və 4, 2-yə 2 və 5, 3-ə 3, 6. Doğru cavab 59-da C variantıdır. Sual 60. Uyğunluğu müəyyən edin. Müasir coğrafi tədqiqatlar dövrü, böyük coğrafi kəşflər dövrü. Yəni bu hadisələr deyir, müasir coğrafi tədqiqatlar dövründə olub. Gəlin baxaq görək. A. John Ross və James Ross yerin coğrafi qütblərini kəşf etmişdir. Xeyr. B. Abel Tasman ilk dəfə Avstraliya sahillərinə yaxınlaşmışdır. Abel Tasman böyük coğrafi kəşflər dövründə ilk dəfə Avstraliya sahillərinə yaxınlaşıb. Yəni B aid deyil 1-ə. C-yə baxırıq. Cənubi Georgiya və Havay adaları kəşf edilmişdir. Bəli, müasir coğrafi tədqiqatlar dövründə olub. D. Mercator ilk atlası çap etdirib. Mercator da ilk atlası böyük coğrafi kəşflər dövründə çap etdirib. D-ni götürmürük. Y. Fransızlar Sakit Okeanda tədqiqatlar aparmışlar. Bəli. Y-də doğru cavabdır. Deməli, bizim doğru cavablarımız hansılar oldu? 1-ə aid oldu. Deməli, C və Y. İndi keçirik 2-yə. Marco Polo Böyük İpək yolu ilə Azərbaycan ərazisindən keçmişdir. Bu, orta əsrlər dövründə olub, böyük coğrafi kəşflər dövründə olmayıb. Xristofor Kolumbun qərbə üzməsi ilə bu dövr başlamışdır. Bəli. Abel Tasman Avstraliya sahillərinə yaxınlaşmışdır. Bəli. Hilbert ilk dəfə maqnit kürə hazırlanmışdır. Bəli, bu da böyük coğrafi kəşflər dövründə olub. Y-yə baxırıq. Yerin kürə formasında olması fikri elmi cəhətdən sübut edilmişdir. Bu da Aristotel tərəfindən qədim dövrdə olub. Y, yəni aid deyil 2-yə. Baxırıq variantlara. C variantı uyğundur. 1-ə C, Y, 2-yə B, C, D. Bu video üçün bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm.